Bir çox insanlar əllərində və ayaqlarında, xüsusən də corab geyindikləri halda ayaqlarında çox üşümə, soyuqluq hiss eləyirlər və bunun səbəblərindən biri də odur ki, ətraflara qan yaxşı dövr eləmir. Bunun da bir çox səbəbləri ola bilər, niyə dövr eləmir? Amma ən vacib səbəblərdən biri də nədir? Qatılaşmanın yüksək olması. Yəni qanda qatılaşma yüksək olduqda ətraflara, xüsusən ətrafların periferik hissələrinə qan yaxşı işləmir. Ona görə də üşümə, soyuqluq, sanki ayağı buzun içindəymiş kimi duyğu olur. Hətta bəzən hava soyuq olmadıqda və yaxud da cüzi soyuqluqda belə onlar bu cür diskomfort hiss eləyirlər. Ona görə qanda qatılaşmanı yoxlayırıq. Yoxladırıq, müayinə olunandan sonra da ona uyğun müalicəyə götürürük.